Ha kardeşler, ha insanlar. Bu adamların kardeş bu milleti xilas etmek kimi bir fikirleri yoktu. Adamların yetiştirdikleri göz qabağındadır. Əli Kərimli və onun komandası, bilirsiniz də Əli Kərimli həbs olunubdur. İndi də yayıblar ki, komandası hər yerdə yayırlar, danışırlar, əleyhimə yazırlar. Video çəkirəm, paylaşıram Facebookda, əleyhimə yazırlar ki, yəni Əliyev hakimiyyəti Əli Kərimli tutub, baxın deyir, hamı deyir onun üstünə düşüb. Qardaş, mən Əli Kərimliyə, onun saxtakar komandasına, o Qurgeni, o İsa Qəmbəri, o Cəmil Həsənlisi, o Gültəkini, mən bunlara qarşı indi çıxmıram ki mən. Mən 2019 girəndən bunlara qarşı savaşıram. Mən siz nə qoyub nə axtarsınız? Mən 7 ildir bu adamlara qarşı savaşıram. Bunlar dələduzdur, maşenlikdir, saxtakardır, ikiyüzlüdürlər bunlar. Bunlar pula işləyirlər, bunlar marağa işləyirlər. Nə müxalifət, nə xalqı xilas eləmək. Bunlar hamısı oyundur, yalandır, fırıldaqdır. Belə müxalifət olmaz. Kişilər, ha insanlar. Mən indi çıxmıram ki bunlara qarşı. İndi götürüb gəlib orada Əli Kərimlinin, Gültəkin Hacıbəylinin bilirsiniz də bəziləri var ortalıqda onları müdafiə edir. Amma çox nahaq müdafiə edirsiniz. Çox nahaq. Siz bu milləti ələ salan, bu milləti dolayan, bu milləti aldadıb üzərindən pul qazanan adamlara dəstək verməkdə çox səhv edirsiniz. Bu millətə xəyanətdir, bu millətə qarşı alçaqlıqdır. Necə ola bilər? Yəni haqqı deyə bilər. Haqqı demək o demək deyil ki, sən düz adamsan elə həqiqətən də. Sənin əməlində, yaşayışında, neçə ildə apardığın işdə elə həqiqətən də sənin düz olduğunu bildirir. Belə deyil axı. Belə deyil. Yəni insanlar tanımalıdır, bilməlidir. Nə də bu düşmüşsünüz ortalığa. Özlərində yaradıblar komandası, troll komandası. Qardaş, bir söz demək olmur. Niyə belə? Niyə deməməliyəm ki? Niyə mən Gültəkini, Əli Kərimli müdafiə eləməliyəm? Niyə? Hansı səbəbə? Mən bir vətəndaş olaraq, bir cəsur, bir cəsarətli, bu millətin sözünü deyən, bu millətin evladı olan, bu millətin haqq sözünü, haqq səsini heç bir marağa dəyişməyən bir vətəndaş, Rafael Piriyev, necə sizi müdafiə eləsin? Axı siz o müdafiəyə yer qoymadınız axı, şərait yaratmadınız axı mənə. Mən sizi necə müdafiə eləyim? Nəyə dayanaraq? Axı mən siz saxtakar, ikiyüzlü, yalancı, fırıldaq olduğunuzu görürəm axı mən. Neçə ildir bunu görürük, neçə illər, uşaq deyilik ki biz. Biz sizi niyə müdafiə eləyək? Hətta sizin əleyhinizi çaparmaq lazımdır. Sizə qarşı çıxmaq lazımdır, bəli. Siz saxtakarsınız, siz yalancısınız, siz fırıldaqsınız, siz ləyaqətsizsiniz, siz müxalifət deyilsiniz. Yox, işimiz gücümüz qutarıbmış. Biz çıxıb vaxtımızı bunlara xərcləyəcək ki, Əli Kərimli, Gültəkini, Cəmilli müdafiə eləyək ki, bunlar daha da yaxşı, nədir, qabağa geçsinlər, daha da yaxşı aldatsınlar, ələ salsınlar. Neçə-neçə oğulları raskoda verib, tuttursunlar, üzərindən geçə siyasi məhbusat altında pul alıb yesinlər. Avropadan, o məhkəmədən, bu məhkəmədən pul alıb yesinlər. Biz buna niyə şərait yaradaq ki? Və bunları müdafiə edənlər bilirlər buna şərait yaradırlar, ya yox? Sizin ağlınız, şuurunuz var. Bu Əli Kərimlini, Gültəkini müdafiə edən adamlara səslənirəm. Bu ümumiyyətcə təpkiler yox, ümumiyyətcə bu saxta müxalibəti müdafiə edənlərə səslənirəm. Siz başa düşürsünüz nəyə müdafiə edirsiniz? Doğrudan da bunlar Azərbaycan xalqını xilas eləmək istəyir. Doğrudan da məqsədləri, niyyətləri var. Hədəfləri böyükdür və hədəfə çatmaq üçün əllərindən gələni eləyirlər. Doğrudan da belədir. Hə? Yəni belə bir şey yoxdur axı. Bu şeyi biz görə bilmirik. Xalq deyirsiniz, o xalqın biri mən. Məni izləyən burada nə qədər dost qardaşlar var. İnsanlar var. Xalq bu bizik. Biz sizdən nə görək, necə sizi müdafiə eləyək, nətər? Axı siz ikiyüzlüsüz, yalansız axsınız. Siz neçə illərdir bu Əliyev hakimiyyətinə xidmət edirsiniz? Xalqın iradəsini qazanıb, ətrafına yığıb, bir gücə çevrilib, xalqa bir vədlər verməkdən, xalqa deməkdən ki, ay xalq, ay insanlar, mən bir partiya sədri kimi, biz bir partiya kimi, bir təşkilat kimi təşkilatlanmalıyıq, əl-ələ verməliyik, böyük bir gücə çevrilməliyik, meydanlara tökülməliyik, qalxıb bunları devirməliyik, qandısa qan, candısa can, nə olur olsun, Azərbaycana ədalət gəlməlidir. Mən bir partiya sədri olaraq mənim hədəfim var. Gəlin dəstək verin, düşün qabağa.
Yoxdur, belə bir şey yoxdur bunlarda. Yəni bir partiya sədrinin niyyəti belə yoxdur. Hədəfi belə yoxdur. Deyirsən deyir, haqqı deyir də, nə olsun ki? Nə olsun ki? Bəyən partiya sədri bir dənə haqqı deməklə məşğul olmalıdır. Pis yox. Bir dənə işi gücü odur. Sən haqqı niyə görə deyirsən? İnsanların iradəsini çəkəsən özünə, yanına gətirəsən. Onları təşkilatlandırasan, onları yetişdirəsən. Bu günlərim Əli Kərimli həbs olunub. Əli Kərimli. Bu qədər deyirlər, nə bilim, xalq bizə inanır. Hani bunu yetişdirdikləri? Hani? Qabildir? Hə? Saxtakar 200'lü qabildir, yoxsa qənimət? Kimdir? Yəni qətiyyətli adam yoxdur ortalıqda. Təsəvvür edirsiniz siz? Yəni bu komandanın içindən qətiyyətli adam yoxdur. Adamlar haqqında söz danışıram. Gəlib məndən hesabat sormaqdan, mənim qarşıma durub deməkdir ki, ay qardaş, nə baş verir, nə məsələdir? Əli Kərimə qarşı niyə çıxırsan? Yəni niyə onun bugünkü vəziyyətində onu müdafiə eləmirsən? Yəni səndə bu adamlar nə qazanıb, nə iniblər? Deyən yox, deyən yoxdur. Sonra da deyirlər ki, biz müxalifətik, biz nə bilim, xalqın sözü, xalqın səsi, xalqı xilas eləyəcəyim. Mən bilmirəm, o xilas, nə xilas deyirlər? Biz niyə yoxuq orada? Niyə yoxuq? Neçə illərdir bu milləti siz satdınız, neçə illərdir bu milləti ələ saldınız siz. Namussuzlar, şərəfsizlər.